Molla Məhəmməd Yali. Bismillahirrahmanirrahim. Hörmətli izləyicilər, Ailə Ceyhun Anlaş kanalımızın izləyiciləri. Bugün təqdim edəcəyimiz yer Məlikəndə gözəl bir yer yerləşir. Rovna 5 sot torpaq sahəsində 3 otaq, 1 zal, bir də kuxuna 5 otaqdan ibarətdir. Obş evin sahəsi 180 km sahəsi olan bağ evi. Çox gözəl bir yer yerləşir. Tam təmirli. Həyətə girəcəkdir deməli sağ tərəfdə. Letnin kuxuna. Manqalisi. Girirsən. Son üzülü. Həyətdə son üzülü. Tam təmiz son üzülü. Ev tam təmirlidir. Bu evin option kombi sistemi təchiz olunub. Evin arxası. Evin bütün pəncərələri hamısı gri rəngdə yığılıb. Hamısı təmiz tuş profilinə yığılıb. Evin təmirinə söz ola bilməz. Çok güzel. Daxil olur eve. Eve daxil olduqda sol tərəfdə böyük bir zal. Tam təmirli. Böyük bir zal. Tam təmirli böyük bir zal. Sağ tərəfdə tam təmirli mətbəx. Sağ tərəfdə birinci yataq. Sağ tərəfdə deməli sağ tərəf gələcəkdə qardırob. Evin qardırobu. Solda sanuzeli. Tam təmirli sanuzeli. Bu evin ikinci yatağı. Bu da evin üçüncü yatağı. Tam təmirli. Sol tərəfdə də evin ikinci sanuzeli. İkinci sanuzeli. Çok güzel bir ev də sən deyim, super əladır. Bu bilirsən bu ev asıl sən tikilib, bu satılmağa tikilməyib, makler evi deyil. Şəxsən bu ev tikilib, şəxsi ev kimi tikilib. Yəni tam təmir gözəl bir yerdir hakikaten, səviyyə bir yerdir. Həm geri qəşəngdir, həm də təmir gözəldir. Allah adam heç vaxt ucmaz. Allah adamı da satan adamı da Allah xeyrini versin.
Deməli, bir də təqdim edim, bir də deyim sizə. Bu bizim bağ evi, bizim gözəl villamız. Məlikanın yolu var, Şuvalan yolu var. Gözəl bir yerləşir. Rovna tam sözü 5 torpaq sahəsi yerləşir. 3 yataq, 1 zal, 1 kuxna. Yəni 5 otaqlı ibarətdir. Zaten zalla kuxna çox böyükdür. Gözəl bir əladır. Bugünkü gün satışa qoyulur 390 min manata. Yəni ki, müştəri gəlib baxdıqdan sonra endirim eləmək mümkündür. Alan adamı xeyrini versin, Allah xeyrini versin, satan adam da Allah xeyrini versin.